Hər birinizi salamlayıram, hörmətli müəllimlər. MHM 2023 həndəsə kitabında dördbucaqlar, çoxbucaqlar bölməsinə aid olan yalnız və yalnız seçmə suallar hansı bölmənin trapesiyaya aid olan seçmə suallarını gəlin bərabər izahlarına baxaq. Çox maraqlı həlləri var. Ona görə deyirəm ki, bərabər şəkildə gəlin araşdıraq. Deməli, ancaq trapesiya olan sualları seçib işləyəcəyik. Ona görə başlayaq 7-ci sualdır. Nə deyilir? ABC düzbucaqlı trapesiya SY BS'yə bərabərdir. Aha. SY BS'yə bərabərdir. SD'nin uzunluğu 11'dir. O zaman mən buradan bir dənə hər hansı bir hündürlük endirsəm, bərabər yanlı uçbucaqla çəkilmiş hündürlük həm də nə olurdu? Median olur. 9 kimi yarı bölür. O zaman A, məsələn, H hündürlüyü desəm, AH-ın uzunluğu DS'yə bərabər. Deməli, x plus 9 bərabər 11, x bərabər 2. 7 doğru cavab olur. B variantı. 8-ci sual. Şəkildə verilmiş ABCD, yəqin ki, burada D-dir. Trapesiya verilibdir. AC perpendikulyardır. Aha. Deməli, bu şəkildə endirsəm, baxın, deməli, bura olacaq 2, bura oldu 5 hündürlük. Düzbucaqlı, düzbucaqlı CH hündürlüyü olsa, düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı bərabərdir. 2 vurulsun 5, o da kök hattı ona bərabər olmuş olur. 8 doğru cavab oldu. C variantı. 9-cu sual. ABC trapesiyanın hündürlüyünü tapın. Deməli, trapesiya müxtəlif yəni yan tərəfləri bərabər olmasa belə hündürlükləri eynidir. 30-dursa bu da qaldı 5. 30-dan 5 çıxanda 25. Bura qalacaq məsələn, bura 25 minus x olsa, bura olacaq x. Hər iki tərəfdən hündürlüyü tapası olsam, kökün altında 20'nin kvadratı 400 minus x'in kvadratı bərabər kökün altında 225 minus x'in kvadratı. Həll etsəm, köklər bir-birini apardı, hətta hər tərəfi kvadratı yüksəltsəm, 400 minus x'in kvadratı bərabər 225 minus 625 üstə gələk 50x minus x'in kvadratı. Müsbət mənfi x kvadratları getdi. Deməli, kalkulyadan istifadə edəcəm hesab şəklimiz olmasın deyə. 400'ün üzərinə gəlirəm 625, çıxıram 225, 800 edər. Buradan 50x bərabərdir 800, sıfırlar getdi, x də bərabər 16 almış olduq. Əgər x 16'ya bərabərsə, Pifagora görə hündürlük 12'yə bərabər olmuş olacaq. 9 doğru cavab olur. C variantı. Daha sonra davam edək səhifə 79'dan trapesiya suallarımıza. ABC trapesiyası verilir bizə. AD tərəfin orta nöqtəsidir. Orta nöqtəsi onda mən buradan hər hansısa bir deməli orta xətti çəkmiş olsam, orta xəttin uzunluğu n bərabər 18 üstə gələ 6 bölü 2 24, yarısı olacaq 12. 12 isə 16'dır bu. Hə, 16'nı 8 yarı böləcək. 60 dərəcəsi onda bu da 60 dərəcə olacaq. Nə soruşur bizdən? Çünki paralellik var axı orada, ona görə. YS'nin uzunluğunu tapın. Buradan bu YS'nin uzunluğunu bu üçbucaqdan kosinus teoreminə görə tapa bilərəm. X'in kvadratı bərabərdir 12'nin kvadratı, yəni 144. Üstə gələk 8'in kvadratı 64. Minus 2 vurulsun, 12 vurulsun, 8 vuraq. Kosinus 60 dərəcə 2'də 1'dir. 2'də 1'lər getdi. 144'ün üzərinə 64 gəlib çıxaram. 96 neçə qalır? 112. Bərabər 112. X-ə bərabərdir. 4 kök altda 7 qalmış olur. Doğru cavab olur. 12 Y variantı. 13-cü sual. ABC trapesiyasında Y orta xətt. Orta xəttin diagonal arasında qalan hissəni tapmaq üçün deməli 9 minus x bölü 2 bərabər 4 olur. X-ə bərabər olur 1. DC oturacağının uzunluğunu tapın. 13 doğru cavab oldu. Y variantı. 14. Şəkildə verilmiş ABC trapesiyasında Y orta xətt. Orta xətt isə bu olacaq 4, 5 isə bu olacaq 10, cəmləri olacaq 14. 14 doğru cavab oldu. C variantı. Davam edirik növbəti trapesiya suallarını ancaq axtaracağıq. Trapesiyaya aid olan suallar görək varmı? Aha, 31-ci sual. Baxın, trapesiyanın sahəsini soruşur. Şəkildə verilmiş ABD trapesiyasının D və A bucaqlarının təm bölənləri Y nöqtəsinə kəsişir. Y nöqtəsinə kəsişirsə, onda mən FY'nin uzunluğunu taparam ki, FY'nin kvadrat bərabər 8 vur 2 bərabər 16, FY bərabər 4. Bura oldu 4. İndi siz deyə bilərsiniz ki, bu 4'ün bizim trapesiyanın sahəsini tapmaqın nə kimi bizə xeyri var? Baxın, o zaman buradan hər hansı bir, bax, belə bir hündürlük endirmiş olsam, təm böləndə biz deyirdik ki, məsələn, bucaq deyil, təm bölən. Həmin təm bölənin üzərində bir nöqtə götürsəm, bucağın tərəflərinə qədər məsafələr eyni olurdu. Bura oldu 4. Eyni qayda ilə fikir verin. 8 isə bura 8, 4 isə bura olacaq 4. Bu əslində mənə lazım deyil. Deməli, trapesiyanın hündürlüyü oldu 8. Trapesiyanın hündürlüyü 8, orta xətti də 6 plus 14 bölü 2 bərabər 10, sahəsi olacaq
H vurulsun orta xət, yəni 80. Doğru cavab olur 31. D variantı. 32-ci sual. ABC bərabəryanlı trapesiyasında bu olsun D. Aha. AC perpendikulyardır CD'ye. O zaman buradan bir hündürlüklər endirsəm, düzdürmü? Bərabəryanlı olduğuna görə 7, 1 qalmış oldu bu şəkildə. Bu düzbucaqlı üçbucaqdan buna bir H deyim. CH-ın kvadratı bərabərdirmi AH vurulsun HD'ye? O da bərabərdir. AH-ın uzunluğu 8, 8 vurulsun 1 bərabər 8. Bu oldu kök altda 8. Düzdür. Pifagora görə tapsam, bu olacaq 3. Trapesiyanın perimetri olacaq 6 üstə gələk 16, o da bərabər 22. 32 doğru cavab olur D variantı. 33. ABC yan tərəfləri AD və CB olan bərabəryanlı trapesiyadır. Deməli, şəkildə verilənlərə əsasən diaqonalın uzunluğunu tapın. Deməli, buradan bir hündürlük endirsəm hər iki tərəfdən hündürlük. Baxın belə. Endirdim. Bura olacaq 9. Bərabəryanlı olduğuna görə 21-dən 9 çıxaram. 12 yarısı 6, 6. Hündürlük oldu 8. Düzdür. Diqqətlə baxaq. O zaman bu uzunluq oldu 15. Bura oldu 6. Düzdürmü? Həmin bu artıq hündürlüyü silirəm. Mənə lazım deyil. Bax, bu düz bucaqlı üç bucağa baxın diqqətlə. 15, 8 ise onda ikisinin uzunluğu neçə olar? Pifagora görə 17. 33 doğru cavab olur A variantı. 34. ABC trapesiyadır. AD bərabərdir AY 17, 17 bərabərlik verilib. O zaman buradan bir hündürlük endirsəm 2, bura qaldı 15, hündürlük oldu 8, 8, bu oldu 6. ABC'nin sahəsini soruşur. O zaman orta xətti tapsam, oturacaqların biri 2'dir, digəri də 17, 6, 23 etdi. 23 bölü 2 bərabər 25 bölü 2. O zaman sahə bərabər 25 bölü 2 vuraq, hündürlük 8. 25 4'e vursam 100. 34 doğru cavab oldu C variantı. 35. Şəkildə verilmiş ABC trapesiyasında AB paraleldir CD'ye. CD'nin uzunluğu 2'dir, BC'nin uzunluğu 4'dür. O zaman bu şəkildə paralel indirsəm, bura oldu ki, bu da olacaq 45 dərəcə. Düzdürmü? 45, 35. ABCD'nin nəyə soruşur? Sahəsini soruşur. 45, 35 desəm. Və hündürlüyü, əslində hündürlükdə indirə bilərəm buradan, bu hissədən. Baxın belə. Hündürlüklər indirim. Bura oldu ki, düzdür. 30 dərəcə yapacaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Bura olacaq 2, burada olacaq 2 kökdə 3. Düzdürmü? Bura 2 desə, 45 dərəcədirsə, onda bu da oldu 2. Burada olacaq nə? 2 kökdə 2. Əla. Oturacağı oldu 2, 4, 6. 6 üstə gələk 2 kökdə 3. Bölünsün 2, hündürlük 2. O da bərabər 6 üstə gələk 2 kökdə 3. Doğru cavab olur 35 C variantı. 36-cı sual. Şəkildə verilmiş ABC bərabəryanlı trapesiyadır. CAB 35 dərəcədir. CAB 35. 35 dərəcəsə bərabəryanlıdır. Onda bu da 35 dərəcə olacaq. Onda paralelliyə görə, paralel düz xətlər arasında qalan daxil çarpaz bucaqlara görə x ilə 35 dərəcə olmuş olur. 36 doğru cavab Y variantı. 37. Trapesiya oturacaqları və yan tərəfin uzunluqları verib sahəni soruşur. O zaman C və D təpəsinin hər ikisi hündürlüyünü çəkmiş olsaq 10 qalır, bura qalır, x bura qalır, 5 minus x. Bax belə. O zaman hər iki hündürlük bir-birinə bərabər olduğuna görə hər iki düz bucaqlı üç bucaqdan hündürlüyün tapılma qaydasına gedək. 9 minus 5 minus x-in kvadrat kök altında bərabərdir. 16 minus x-in kvadratı. Hər tərəfi kvadratda yüksəltsəm köklər bir-birini aparır. 9 minus 25 üstə gələk 10x minus x-in kvadrat bərabər 16 minus x kvadrat. Bunlar gedər. 10x bərabərdir. 16'ın deməli 32, 32. X də bərabər 3,2 almış olurum. X 3,2 isə o zaman hündürlüyü tapa bilərəm. 3,2'nin kvadratı edir 10,24. 16'dan çıxsam 5,76. H Pifagora görə 2,4 olur. Əla. O zaman S bərabər oturacaq 15 üstə gələk 10 bölünsün 2 vurulsun 2,4. 25'in yarısı. 12,5'i vuraram 2,4'ə 30. Hesablamağa vaxt aparmam deyə kalkulatordan istifadə edirəm. 37'nin cavabı oldu A variantı. Davam edək 38. Aha. ABC trapesiyasının deməli bu bizim ABC'de trapesiyamız. A, B, C, D. AC və BD diagonalar Y nöqtəsində kəsişir. Bir dəqiqə. A, B, C, D.
AC və BD diaqonalları Y nöqtəsinə kəsişdi. DS'nin sahəsi 8, AYB'nin sahəsi 18. İndi belə olmağına baxın, biraz elə bir yəqin ki bu A, B, C, D belə olmalıydı. AC və BD diaqonalları. DS'nin sahəsi 8, bax bura oldu 8, AYB oldu 18. İstənilən trapeziyada bax bu iki sahələr bir-birinə bərabərdir. Yəni bura S isə bu da S olacaq. S vurulsun S bərabər 18 vuraq 8 qaydaya görə bərabər 144, S də bərabər 12. Trapeziyanın sahəsi 12 12 24 18 8 26. O da bərabər 50. Doğru cavab olur 38 B variantı. Davam edirik növbəti. Harda trapeziya varsa onu həll edəcəm təbii ki. 82-dən sonra deməli 53, 54 bunlar 4 bucaq trapeziya. Aha, tapdım. Şəkildə verilmiş ABC trapeziyadır. CD 6 hündürlük 9-dursa, bura olsun x, bura olsun 9 minus 2. Oxşarlığa görə 6-nın 12 olan nisbəti 1/2 nisbətində bölür. Bura A-dırsa, bura 2A olmalıdır. Yəni 3A bərabər 9, A bərabər 3. Bura olacaq 3, bura oldu 6. Düzdür. OH məsafəsini soruşur. OH məsafəsi də oldu neçə? 6. Doğru cavab olur 56 Y variantı. 58-ci sual. ABC düzbucaqlı trapeziyanın diaqonalları qarşılıqlı perpendikulярdır. Düzdürmü? Düzdür. İndi diqqətlə baxın. 4 9-dursa, onda mən buradan AY-nin kvadratı bərabər 4 vuraq 9 bərabər 36 yazsam, bura 6 olarmı? Olar. Əla, buranı tapdım. Sonra 4-ün kvadratı, yəni 16 bərabər 6 vurulsun. SY yazsam. SY. Onda 16 bölü 6 olur. SY'ni tapa bilərəm. 16'nı 6'ya bölsəm tam bölünməyəcək. 2 tam nə qədər sür? Yəni yox, bu belə qalsın, bunu tapdım. Bir dəqiqə. BYS'nin sahəsini soruşur da məndən. Elə BYS'nin sahəsi. Baxın, bura əgər 4S-dirsə, 4-ün 9 olan nisbəti olduğuna görə SYB'nin sahəsi 9 S olacaqdır. Düzdürmü? Düzdür. Sonra bu 9, biz dedik ki, ixtiyar trapezdə bu iki sahələr bir-birinə bərabər. 9S onda bu da olacaq 9S. Düzdür, düzdür. O zaman yaza bilərəm. Mən buradan S tapa bilərəm. Bu düzbucaqlı üçbucağa diqqətlə baxın. Sahəsi 4 vurulsun 6 bölü 2 bərabər 9S. Zaten məndən 9S soruşur. 9S də bərabər 24 yarısı 12. Doğru cavab olur 58 B variantı. Gözəl sual idi. 59. Şəkildə verilmiş ABC trapeziyadır. AB paraleldir DC-yə. Bucaq B 2 dənə bucaq D-yə bərabər. Yəni bura alfadırsa, bucaq B 2 alfa olacaq. 5 12 olasa CD-ni soruşur. O zaman mən AD-yə paralel çəksəm, bax belə. Alfadırsa bu da alfa olur. Məcbur onda bu da alfa olacaq. Çünki ümumi 2 alfa. Paralleqram əmələ gətirirəm. Paralleqramla qarşı bucaqlar bir-birinə bərabər olduğuna görə alfa kimi yarı bölünəcək. Onda bu da alfa olur. Bura 5-dirsə, bu da bərabər yanlış bucaq əmələ gəldi. Onda yan tərəf olacaq 12. DC-nin uzunluğu soruşur. 17. 59 doğru cavab olur. Y variantı. Davam edirik 60-cı sual. Şəkildə yan tərəfi 10 olan bərabər yan trapeziya verilmişdir. Aha. AY 6'dır. AY 6. Onda bu oldu 8. Bu hündürlüğü oldu 8. Pifagora görə. CD2. CD2. Başqa bir dənə CFB bucağının dərəcə ölçüsünü tapın. CFB. CFB bu bucağın. Deməli, buradan necə eləyə bilərik? Buradan bir yenə hündürlüyü indirsəm, məsələn. Bərabər yanlı olduğuna görə bura olacaq 6, bura olacaq 2. Bərabər yanlı trapeziyadan söhbət gedir. Bu da oldu 8 yenə. Burada fikir vermək lazımdır ki, bu trapeziya bərabər yanlı olduğuna görə bura 8'dir, bu heç. Bərabər yanlı olduğuna görə. Bax, bu AF FB-yə bərabər olmalıdır. Düzdürmü? Düzdür. Sonra burada bərabər yanlı düzbucaqlı üçbucaq görürük. Baxın, düzbucaqlı üçbucaq bərabər yanlı. Düzdür, düzdür. Buranın 8 olduğunu bildinizdə hardan aldım? Çünki buradan bir hündürlüyü indirdim. Bura 2-dirsə, bu hissədə, məsələn, YH hündürlüyü 2 olacaq. AY 6-dırsa HB də 6 olacaq. Ona görə YB-nin uzunluğu 8 oldu. 8 sonda bura 45 dərəcədirsə, bura olacaq 45 dərəcə. Düzdür, düzdür. 45. Sonra başqa nə var əlimizdə bizim? Başqa nədən istifadə edə bilərik? Bura 45 dərəcədirsə, onda bu da 45 dərəcə olacaq. 45. Bax belə.
Başqa nəyə görə bilərik biz burada? 90 dərəcədirsə, o zaman fikir verin. Bura 45 dərəcədirsə, bax, burada 45 olarmı? Bir dəqiqə əsaslandıraq. Əgər bu YDS bucağı 90 dərəcə olmalıdırsa, onda burada bunun da payına qalır 45 dərəcə. Deməli, bu tən böləndir. Baxın, tən bölən. Fikir verin, tən bölən. Mesaj çox gəlib narahat edir. Ona görə uçuş rejiminə qoydum planşeti. Sonra biz dedik ki, bax, həmən bu AF nəyə bərabərdir? F B-yə bərabər. Düzdür. Bərabəryanın üç bucağına oturacağı bitişik bucaqları bərabər. 45-dir, onda bu da 45 olacaq. 90, 45, 45. Onda bu da 45 olur. 45, 45, 90. 90'ın qonşusu yeni 90. Alfa olur 90 dərəcə. 60 doğru cavab oldu. D variantı. Sonra davam edək. Kvadrat trapesiya 61. Diagonalları qarşılıqlı perpendikulyar bərabər yanlıdır. DH 6'dır. Hündürlüyü 6'dır. Deməli, bunun orta xətti də 6'ya bərabərdir. HB də 6. Yəni, orta xətt ilə hündürlüyə bərabər. 6 trapesiyanın sahəsi 6 vur. 6 bərabər 36. 64 doğru cavab olur. D variantı. Davam edək növbəti sual. Deməli, diagonalları qarşılıqlı perpendikulyarla bərabər yanlı ABC trapesiyanın oturacaqları 7 və 23'dür. Deməli, bu bizim trapesiyamız olsun. Aha. Oturacaqları 7-23-sə 7-23 fikir verin. Onda bura oldu 7. 23-dən 7 çıxanda 16. Eləmi? Aha. 16'ın yarısı 8 bölündü. Diagonalları deyir. Nə idi bunun? Bir dəqiqə. Qarşılıqlı perpendikulyardır və bərabər yanlıdır. Diagonallar qarşılıqlı perpendikulyar olduqda trapesiyanın yan tərəfinin uzunluğunu tapın. Bax, bu yan tərəfin uzunluğunu soruşur. Diagonalları da qarşılıqlı perpendikulyardır. Bunu deməyə çalışır bizə. Sadəcə bu tip məsələdə dedik ki, diagonallar qarşılıqlı perpendikulyarla bərabər yan trapesiyanın oturacağı hündürlüyünə bərabərdir. Orta xətti üzrü sayın hündürlüyünə bərabərdir. Orta xətt neçə olur? O zaman M-i tapsam 23 üstə gələk 7 bölü 2 bərabər 15. Deməli, bunun hündürlüyü də 15'dir. Hündürlüyü oldu 15. Oldu mu? Oldu. Yan tərəfin uzunluğunu soruşur. 15 8'dir. Onda yan tərəfin uzunluğunun payına düşür. 17. Doğru cavab oldu 17. Davam edək 66-cı sual. Şəkildə verilmiş ABC trapesiyasında Y və F orta nöqtələr. AB 12. Aha. Orta nöqtələrdirsə o zaman birləşdirsəm orta xətti. Bax, bu Y orta xətti. Orta xəttin uzunluğu bura oldu 20, bura oldu 12. 32 yarısı oldu 16. Düzdür. FJ'nin uzunluğunu soruşur. Bu da olsun A. Burada kəpənək üçbucaq var. Oxşarlığa görə 16'nın 12 olan nisbəti A'nın 9 olan nisbətinə 4'ə bölsəm 3, 4, 3'ə bölsəm 3, A da bərabər 12. Doğru cavab olur 66 D variantı. 67. Trapesiya verilib, verilənlərə əsasən Y parçasının uzunluğunu tapın. Bax, bu şəkildə endirsəm, deməli bu falesiyə görə 5, 5-isə 6, 6 olmalıdır. 10'dursa bunun payına qalıb 4. Deməli, burada parallelogram oldu. 10'da orta xəttdə olacaq 5. Doğru cavab olur 67 B variantı. 68. Şəkildə verilmiş ABC trapesiya DY A Y'yə bərabərdir. Aha. Deməli, bu Y nöqtəsində bir orta xətt var imiş. Bunu belə yadda saxlayaq. SY'nin uzunluğu 6 dənə YF bərabərdir. Bax, SY'nin uzunluğu, hani bu SY? 6 dənə YF. YF'in uzunluğu bir A desəm, SY'nin uzunluğuna düşür 6A. Onda FC'nin payına düşdü 5A. Onda bu orta xətt bura bir, məsəl üçün, M olsa, bunun uzunluğu 1x olsa orta xətt. Oxşarlığa görə x-in 30 olan nisbəti, A-nın 5A olan nisbəti. X-də bərabər, buradan 6 alıram. 6'dırsa onda AB olacaq 12. Doğru cavab olur 68 B variantı. Davam edirik növbəti. Neçənci sualdır bu? 4 bucaqlılardır. Aha. Baxın görün varmı? Aha, rombdur, yox. Romb. Bunların hər biri romba, düz bucaqlı, kvadrat. Burada trapesiya görürəm elə bir. Trapesiya buradan başlayır 105'də. Səhv etmirəmsə 105. ABC trapesiyası BAY 3 bucağı. Bu olsun beta, bu olsun beta. Onda beta'nın alfa və 30 dərəcənin cəmi 90'a bərabərdir. Beta-betadsa bu da olsun 180, 30 dərəcədirsə bu olmalıdır 150 dərəcə. Bunun payına düşdü 150 minus alfa. O zaman
ABC'yi 4 bucaqlının daxili bucaqlarının cəmi 360 olduğuna görə 110 üstünə 150 gəlirəm 260. Düzdür. Üzərinə 90 gəlirəm. Olur 350. 350 minus alfa plus beta bərabər 360. Buradan beta minus alfa bərabər 10 dərəcə. Bu dursun yerində. Bumerang 3 bucaqdan beta alfa 30-un cəmi 90-a bərabərsə, deməli beta ilə alfanın cəmi 60 dərəcə olmalıdır. Tərəf-tərəfə toplasam 2 beta bərabər 70, beta bərabər 35 dərəcə. Alfanı soruşur. O zaman alfa da bərabər olacaq 25 dərəcə. Doğru cavab olur 105 B variantı. Davam edək. Növbəti 106. ABC düzbucaqlı trapesiya. Düzbucaqlı trapesiyada bir hündürlük endirsən, bura olur x plus 4. Bunun payına düşür x plus 1. Bu da olacaq 2. Pifagora görə getsəm, x'in kvadratı plus x plus 1'in kvadratı bərabərdir. X plus 2'nin kvadratı. 2x'in kvadratı, x kvadratı plus x'in kvadratı plus 2x plus 1 bərabərdir. X kvadratı plus 4x plus 4. Bunlar getdi. X'in kvadratı minus 2x minus 3 bərabər 0. X bərabər 3 almış oluram. Trapesiyanın perimetri. 3 ise bu oldu 5, bu oldu 7, bu oldu 3, bu oldu 11. 11, 7, 18, 21, 26. Doğru cevap olur 106 Y variantı. Sonra 107. sual. Düzbucaqlı trapesiya verilib bizə. AB BC-yə perpendikullardır. Yəni perpendikularlıqlar verilib. Buradan bir hündürlüyü endirsəm, baxın. Bura 3 olur, bura 6 olur. Bura 6'nın kvadratı bərabər 3 vurulsun. Bura bir A olsa A. A da bərabər 12 tapıldı. AD oturacağın uzunluğu 15. Doğru cavab olur 107 D variantı. 108. ABC düzbucaqlı trapesiya verilib. BC AB-yə BC AB-yə perpendikullardır. 4, 14, 6, 13. AD oturacağın uzunluğunu tapın. Buradan fikirləşə görə nə edə bilərik? Bunu tamamlamaq istəyirəm əslində. Düzbucaqlı 3 bucağa. Baxın. Baxın belə. Burada kəpənək 3 bucaq görürəm. Necə kəpənək? Bu ikisi bir-birinə bərabərdirsə, 3 bucaq deyil, üzürürsən. 3 bucaq deyil, burada bu var. Başqa nə cür yaza bilərəm, fikirləşək. 6, 13, 4, 10. Orta xətti də bunu belə birləşdirsəm, ağlıma bu gəlir hal-hazırda. Çünki F nöqtəsi orta nöqtədir. 18-dirsə yarı böləcək 9, bunun da payına düşəcək 5. 90 dərəcədirsə 13, 5-dirsə, onda orta xətt olacaq 12. 12-dirsə bu da olsun A. A üstə gələk 6 bölünsün 2 bərabər 12, 18. A da bərabərdir, 18 olmuş olur. 108 doğru cavab oldu A variantı. Davam edək 109. Deməli, M-in paraleldir AD-yə. A-in 5-dir. MBB'si 10'dur. AD 26. Qaydaya görə, baxın, 16'dan 10'a gəlibsə, bu olsun A qədər. Düzdürmü? 26'dan 16'ya gəlibsə, nə qədər? 5 qədər. Türk usul gedirəm. 16 minus 10 bölünsün A bərabərdir. 10 bölək 5, yəni 2. 6 A da bərabərdir. 3 doğru cavab olur. 109 C variantı. Bu çox qəşəng sual idi. Möhtəşəm. Rahatla həll etdik. 110-cu sual. ABC düzbucaqlı trapesiya alfa olsun. Düzdürmü? Düzdür. O zaman buradan bir hündürlük indirsəm, bu olacaq 8. Bura 8 isə, bura olacaq 15. Pifagora görə. BC və AY parçalarının uzunluqları cəmin tapın. Mənə burada başqa nə verib? Baxaq görək biz burada nədən istifadə edə bilərik. Düzbucaqlı trapesiyada 8-dir. 17. Aha. 15. Şərtdə ABCY-nin sahəsinin 48 olduğunu da verib. O zaman bura bir A'dırsa, buradan burada bir olsun A. Düzdür. Bu sahəni verməsə fikirləşə qalardım. Yəni şərt tam oxumaq lazımdır. 2A üstə gələk 15 bölərəm 2 vururam 8'ə bərabər 48. 48 buradan 2A plus 15 bərabərdir. 48 8'ə bölərəm 6 alt tərəf 2 12. Nəsə problemim oldu bax. Bir dəqiqə. Mənə AB bax bunun üzürlü sayın. Deməli mənə nəyin sahəsini verib? ABC trapesiyanın yox. AB görəklə gedeyim baxın.
A, B, C, Y. Bax, bunun sahəsini 48 verib. Düzdür. Bura A'dırsa, bura olsun B. Düzdürmü? O zaman yazarım A üstə gələk B bölünsün 2 vurulsun 8 bərabər 48. Ya oturacaqların cəmi A plus B bərabərdir. 12'ye bərabər oldu. 12. A ilə B'nin cəmi oldu 12. Məndən nə soruşur? BC və AY'nin cəmini soruşur. Elə doğru cavab olur 110 A variantı. Bu qədər sadə. Belə. 111. ABC trapezi 116'dır. Bucaq D 52'dir. Ayda oturacağın uzunluğunu soruşur. Buradan C'ye bir paralel düz xətt indirsəm, paralelogram əmələ gətirsəm, bu olsun 4, bu olsun 116. 116-dırsa bunun payına düşür 64. 64 52. 116 bu oldu, bu da oldu 64. Bu da olacaq bərabər yanlı olduğuna görə yan tərəflər bərabər 9, 9, 4, 13. 111 doğru cavab olur C variantı. 112. 111 oldu C. Aha. Düzbucaqlı trapezi verib. AB BC perpendikulyardır. 3, 12. AB başqa nə kimi? AB də həm də AD-yə o heç C-yi 7-yə bərabər. Deməli bu ikisi bir-birinə bərabər imiş. Demək ki burada orta xətt var. Yəni orta nöqtə var. AD-nin uzunluğu 13-dür. AY parçasının uzunluğunu tapın. Tapaq bu AY. O zaman endirsəm paralellik 13 üstə 3 gələrəm. 16 yarısı 8. Bu oldu 8. 12 isə yarı bölər 6 6 çünki orta xəttdir. Pifaqora görə AY-nin uzunluğu olacaq 10. 112 doğru cavab olur Y variantı. 112'dən sonra 114-cü sual. Deyil şəkildə ABC düzbucaqlı trapeziyadır. 4 6-dırsa 15 dərəcə verib buranı, eləmi? Onda bura olur 75 dərəcə. O zaman bu hündürlüyü tapası olsam, düzbucaqda 15 75-də nəyinə bərabər olur deməli? 4də 1-nə bərabər olur. Bu olacaq 4də 1x. Düzdür. Sadəcə bura nə yazıblar? Onu bilmədim. Yəqin ki özləri yazıblar. AY'nin uzunluğunu tapın. X'in uzunluğunu tapın. Hə, heç nə. Bunu orada silək. Bu bizə maraqlı deyil. Bu məni çaşdırır. Bura, yəni bu şərtdə verilməyib. Bunu kimsə öz yazıb. Daha rahat olması üçün mən olarmı ki buna bir 4x deyim. Bu olsun x 4də 1'i. O zaman bunun payına düşəcək neçə? 6 minus x olacaq. Oxşarlığa görə 4'ün 4x olan nisbət bərabərdir. 6 minus x-in də x olan nisbəti. Bəli. 4'lər getdi. O zaman 6 minus x bərabər 1, x də bərabər 5. X 5'dir. Məndən AY'nin uzunluğunu soruşur da. 4 vuraq 5 bərabər 20. Belə mənim üçün daha rahat. Çünki kəsrə girmək istəmirəm. 114 doğru cavab olur C variantı. Sonra baxaq görək. Növbəti 119-cu sual. AY 7'ye bərabərdir. Deməli burada orta xətt var. Babam orta xətti çəkdim. Düzdürmü? AB'nin uzunluğu 2 dənə CD-yə bərabərdir. AB. Bir dəqiqə. AB hanı? AB. Yəni bura A-dırsa, AB'nin uzunluğu olacaq 2A. Bu da orta, yəni bura 2A-dırsa, bir dəqiqə, bura olsun 4A. Bu da orta xətt olduğuna görə 2A'nın 3 bucağın AD'si 3 bucağın orta xəttidir də bu, elə deyilmi? 2A'nın yarısı A olacaq. Oxşarlığa görə A'nın 4A olan nisbət bərabər 4'ün X-ə. X-ə bərabər neçə olur? 16. Doğru cavab olur 119 Y variantı. Sonra davam edirik. 121-ci sual. 121 düzbucaqlı trapeziyadır. AC və BD diaqonalların kəsişmə nöqtəsidir. Y nöqtəsi. AB BY-yə bərabərdir. Yəni AB də 2 dənə DC. DC'nin uzunluğu 2 olarsa AB'nin uzunluğu 2x'tir. O zaman bərabərliyə görə bu da olacaq 2x. Sonra burada oturacaq hepsi bucaqlar bir-birinə bərabər alfa, alfa. Bu da alfadır. Hətta əgər bax bu DYS bucağı alfadırsa, çarpaz bucaqlara görə həmin bax bu C bucağı da alfadır. Burada bərabər yanlı bir 3 bucağa əmələ gəlir. Baxın, bərabər yanlı 3 bucaqda oturacaqdan çəkilmiş hündürlüklər bir-birinə bərabər olduğuna görə, əgər bu CH6-dırsa, onda mən buradan digər alfadan, bax bura bir hündürlük endirsəm, uzunluğu olacaq 6. Oxşarlığa görə 1'in 2 nisbətində olduğuna görə bu hündürlüyün uzunluğu olacaq 12. AD'nin uzunluğu olacaq 12 ilə 6'nın cəmi 18. Doğru cavab olur 121 Y variantı. 122-ci sual. ABC trapeziya verilmişdir. AY YB'yə bərabərdir. Deməli burada bir orta xətt var. Düzdürmü? 3'ün 4'ə olan nisbətsə bura A'dırsa, bura olacaq 3, yəni 3 bölək 12, 1 bölək 4'ün daha doğrusu 4A olmalıdır. Düzdür?
Olar ki mən buranın bir 2 aydım. Onda bura olsun 8A. O zaman orta xətt olsun A 4A. Onda bura orta xəttdə olduğuna görə 2A olacaq. Daha sonra FC'nin AF nisbətini soruşur. Düzdür? Diqqətlə baxın. Buradakı bu kəpənək üçbucaqdan A'nın, yəni tərəflər nisbəti necə deyim? 1/4 olduğuna görə, bax bu hissə B-dirsə, bu hissə olacaq 4B. Ümumilikdə onda bu orta xəttdə olduğuna görə 5B-dirsə, onda bu hissə də 5B-yə bərabər olmuş oldu. O zaman FC'nin uzunluğu 5B, 1B, 6B. AF'in uzunluğu 4B'ye bərabər oldu. Nisbətlər də olacaq 3/2. Doğru cavab olur 122A variantı. Daha sonra davam edək. Bilmirəm niyə trapesiyaya qarşı mənim böyük bir sevgim var həqiqətən. ABCD bərabər yan trapesiya verilmişdir. A7 4, BYS 9 sonra SS. O zaman qaydaya görə S vuraq S bərabər 9 vur 4 bərabər 36-dırsa S bərabər 6 6 olmalıdır. 13 da 12 nə soruşur? ABC'ni soruşur. Hə. ABC 9-dan 6-nın cəmi 15. 126 doğru cavab olur. A variantı. Davam edək. Növbəti. Deməli, görək başqa trapesiya sualımız varmı? Aha. Hələ ki görə bilmirəm. Bir dəqiqə. Ha, trapesiya burada. 160-cı sual. Şəkildə verilmiş ABC trapesiya AB CD-yə paraleldir. Bucaq isə 2 dənə bucaq A-ya bərabərsə, buradan bir paraleloqram əmələ gətirsəm, alfa-dsa bu da alfa olur. Alfa-dsa qarşı bucaqlara bərabərdir. 2 alfa da alfa kimi yarıya bölünür. Bu olacaq 7, bu olacaq 11. 11 ilə 7-nin cəmi 18. 160 doğru cavab olur. C variantı. Növbəti sual. Yəni trapesiya sualı hələ ki görə bilmirəm. Aha, tapdım. 184-cü sual. ABC düzbucaqlı trapesiyadır. 6 6-dırsa, onda bu da olacaq. Burada 6, burada 6, bunun payına düşür 8. 6 8 isə bu olacaq 10. Düzdür? Kosinus bucaq C-ni soruşur. Burada 90 dərəcədirsə, bura 1 olsun beta. Kosinus bucaq C elə bir 90 plus beta'dan soruşur da, elə deyil. Kosinus 90 üstə gələk beta'dan soruşur. Adını dəyişir, əks işarələnir. Sinus beta. O da bərabər beta'dan tapanda qarşının deməli hipotenuza olan nisbəti -5/4 doğru cavab olur. 184 A variantı. Davam edirik növbəti. 190-cı sual. ABCD trapesiyasında AC 8, ümumi AC 8, BC 9, CD 4, BD diagonalının uzunluğunu tapın. Bu BD diagonalının uzunluğunu tapın. Bunu necə yaza bilərik? Bunu ancaq düşünürəm ki, hazır düstur. Yəni diagonalların kvadratları cəmi bərabərdir. C kvadrat üstə gələk, B kvadrat üstə gələk, 2AB ilə hesablaya bilərik. O zaman yazaq ki, diagonalların biri 8-dir. 64 üstə gələk, ikinci diagonalın kvadratı bərabərdir. Deməli, C kvadratı, bax bu, CB budur. 4 kökdə 2-nin kvadratı 32 üstə gələk. Sonra neçə olur? 32 üstə gələk, 9-un kvadratı 81 üstə gələk, 2 vurulsun, 15 vurulsun, 4. Ancaq bu yolla düşünürəm. Həll etsək, 15-i 4-ə vursam, 8-ə vursam, 120. 120-nin üstünə gəlsəm, 81, 32, 81, 32, 160. 160-dan 64 çıxsam, 96 qaldı. Nəsə səhv etmədim. 32, 81, 233 daha doğrusu 64 çıxanda 169, hə, D bərabər 13. Diagonalın uzunluğunu soruşur. 190 doğru cavab olur. D variantı. Davam edək. Romb. Bir dəqiqə. Paraleloqram. Bunların hər biri hər iki paraleloqrama aiddir. Nədənsə paraleloqram sualı daha çoxdur, nəinki trapesiya. Həqiqətən. 250. ABC trapesiyasında CD paraleldir AB-yə. AB-yə. Aha. AB tən bölən. İndi bir dənə baxaq. AH tən bölən, üzrlüsən. AD 8-dir, YS 5-dir.
AB x'in uzunluğunu soruşur. Mən bunu buradan bu şəkildə uzatsam, h'ı da buradan uzatsam, bu olsun bir K nöqtəsi. Düzdürmü? Düzdür. Təmbələn olduğuna görə həm də bu hündürlüksə deməli burada bir bərabər yanlı üçbucaq əmələ gəlir. Necə olur təmbələn həm də hündürlük olsun? Deməli AB məsafəsi x isə AK məsafəsi x olmalıdır. O zaman bunun payına düşdü x minus 8. Düzdürmü? Düzdür. Sonra davam edək. Başqa nəyə baxa bilərik? Burada təmbələn olduğuna görə diqqətlə baxın. Bura bir alfadır. Bu da bir alfa. Paralelliyə görə bu da alfa. Bura oldu 8. Düzdür, düzdür. Düppədüz, əla. O zaman bu uzunluq neçə olar? 13 oldu mu? Oldu. DS'nin uzunluğu oldu. DS'ye bərabər 13 yaza bilərik. Hissə gedək ki, səhv etməyək. Bizə nə soruşur? Hə, bu uzunluğu soruşur. X'in uzunluğunu soruşur. Bu x'in uzunluğunu tapmaq üçün elə həmin bu x'in uzunluğunu tapmaq, yəni AB'nin uzunluğunu tapmaq, elə AK'nın uzunluğunu tapmaq deməkdirmi? Bəli. Diqqətlə KB və KDS, çünki DS paralellik verilib deyə AB'yə burada oxşarlıq var. Oxşarlığa görə DS 13 qalsın yerində. Yazaram ki, DS'nin AB'yə olan nisbət bərabərdir. KD'nin AK'ya olan nisbəti. Verilənləri yerinə yazaq. DS'nin uzunluğu 13, AB'nin uzunluğu x. KD'nin uzunluğu x minus 8, AK'nın uzunluğu da yenə də x olmuş olur. Bu şəkildə. Buradan x'lər getdi. X minus 8 bərabər 13, x də bərabər 21. Doğru cavab olur. Neçə? Y variantı. 250 Y variantı. Sonra 251-ci sual. ABC trapesiyasında AC 4 kökdə 3, 4 kökdə 3. CD 3, hanı bu CD? Bax, bura 3'dür. 3. BD 11. BD diagonalının uzunluğu 11 olarsa, x'in uzunluğunu tapın. Diagonallar perpendikulyarsa o zaman D1'in kvadratı plus D2'nin kvadratı bərabər A üstə gələk B'nin mörtəzə kvadratına gedə bilərəm. D1'in kvadratı 4 kökdə 3'ün kvadratı 48 üstə gələk D2'nin kvadratı bərabərdir. BD'ni 11 verib da mənə. 11, yəni 121. 121 bərabərdir. Deməli 3 üstə gələk x'in mörtəzə kvadratı. 169, 3 plus x bərabər 13, x də bərabər 10. Doğru cavab olur 251 D variantı. 252. ABC trapesiyasında CDM'in 3də birinə paralel verilib bu şəkildə. İndi mən burada belə bir şey yaza bilərəm. Burada M'in tapılma qaydası belə idi da. M'in bərabər bura A olsa, bura B olsa 2AB bölünsün A üstə gələk B. 2 vurulsun A'nın yerinə 12 vuraq 24 bölək cəmləri 36. 3, 8 o da bərabər 16. Doğru cavab olur 252 B variantı. Nömrə 253. ABC trapesiyasında YD AD'yə perpendikulyardır. S'ye YB'yə bərabər. Deməli burada bir orta xətt var. 9 9 böləcək. 144 81 225 bura olacaq 15. 144 81 225 15 tamamilə doğru. O zaman x plus y bölünsün 2 orta xəttdə olduğuna görə 15'ə bərabərdir. Buradan x plus y də bərabər 30. Doğru cavab olur 253 Y variantı. 254. Təmbölənlərin kəsişmə nöqtəsində 90 dərəcə bucaq əmələ gətirir və bu orta xəttin üzərinə düşür. O zaman 10'dursa bura olacaq 5 5 bu da oldu 5. Orta xətt daxı. 8 isə 4 4 bu da olacaq 4. Bura olsun A olsun, burada B olsun. A üstə gələk B bölünsün 2 cəminin yarısı, oturacaqların cəminin yarısı. 12'ə bərabərsə 12'ni 2'yə vur 24. A plus B cəmi nəyə bərabər olmuş olur? Buradan 24'ə bərabər olmuş olur. Davam edək 255-ci sual. ABC trapesiya CD paraleldir AB-yə. A-yə təmbölən. Təmböləndirsə bunu bu şəkildə uzada bilərəm. Düzdürmü? Alfa. Alfatsa o zaman bu da alfa olur. Bax, bu da bərabər yanlı üçbucağa əmələ gəlir. 6'dırsa o zaman bu DK məsafəsi 6 olmasına görə SK-nın uzunluğu olacaq 4. YB-nin YS olan nisbətini soruşur. O zaman yazaram YB-nin YS olan nisbəti bərabərdir. 8'in 4 olan nisbət bərabər 2. 255 doğru cavab olur A variantı. Davam edək nömrə 256 yox 257. ABC trapesiyasında AB DC'yə paraleldir. DC 4'dür. AB 10'da DF 7. BF'in uzunluğunu tapın x. Deməli buradan belə bir orta xətt çəksəm, bu olacaq neçə? Bu oldu 2. 4'ün yarısı 2 olduğuna görə. Sonra başqa görün, başqa mənə nə verib? AB DC'yə paraleldir. 2'yi tapdım.
O zaman belə yaza bilərəm. Əslində fikirləşirəm ki 4, 10 bir dəqiqə necə yaza bilərəm ki daha rahat yol əslində fikirləşirəm açığı. O zaman belə gedə bilərəmmi? Orta xətti də elə deyil. Bunu belə birləşdirsəm, bax bu şəkildə orta xətt olduğuna görə. Onun üstə dörtgəndə neçə eləyir? 14, yarısı 7. Deməli bu parçanın uzunluğu da 7-yə bərabər imiş. Tutaq ki, bura olsun y, bilmirəm. Bura hər hansı bir y olsun. X-in y olan nisbətini tapsam, axı burada mən kəpənək çıxacaq görürəm, elə deyilmi? 2-nin 10 olan nisbət bərabər y-in x olan nisbəti, burada qaldı 5, y bərabər 5x. Bunun yeni 5x yazaram. Orta xəttdə olduğuna görə, burada x 5x 6x isə, o zaman həmən bu hissə də 6x-ə bərabər olacaq. 6x yaza bilərəm. Yəni belə düşünürəm daha doğrusu. X bərabər 5. Ay, səhv elədim. Bura y. Deməli y bərabərdir 0,2x daha doğrusu. Bura 0,2x isə bu yarı bölür 1,2x. O zaman həmin bax bu məsafə də 1,2x-ə bərabər olmalıdır. Niyə? Ona görə ki, orta xəttdir. Yarı bölməlidir. İndi burada mənə nə veribdir? 7-nin uzunluğu haraydı? 7 uzunluğu bura 1,2x-dir. 1,2x. Kimin uzunluğu 7? DF-in. DF-in uzunluğu 1,2x-dən 0,2x-ə bərabər oldu. O zaman yazaram ki 1,4x bərabərdir 7x də bərabərdir 5. Bizdən BF-in uzunluğunu soruşur. Doğru cavab olur. 257 A variantı. Ən gözəl həll üsulu deyərdim ki bu üsuldur. Ola bilər sizin ağlınızda daha da başqa həll üsullar gəlsin. 258. Deməli bizə nə verib? ABC trapesiya. AB paraleldir CD-yə. DY AF perpendikulyardır. Olsun. Bax belə. Trapesiyanın sahəsini soruşur. 8 10-sa bura oldu 6. Düzdür. 6 dəfə 8-in 48, yarısı 24. Bax bu trapesiyanın düzbucaqlı üçbucağın sahəsi 24. Bu düzbucaqlı üçbucağın sahəsi olur 9. 24-ün isə 9 gəlsə neçə eləyir? 33. Trapesiyanın sahəsini tapmaq üçün bərabər yerlərə ortadan keçib deyə S bərabər deməli 33-ü vuraram 2-yə bərabər 66. Doğru cavab olur 258 C variantı. 259. Diaqonalları qarşılıqlı perpendikulyar olan ABC trapesiyasında AB DC-yə paraleldir. 11 4 verib. BD-nin uzunluğu 12-dir. BD-nin ümumi uzunluğu 12 veribdir bizə. Aha. Bizə soruşur ABC-dən sahəsini tapın. Deməli mən burada necə fikirləşərəm? DC 4 11 verdiyinə görə DC 4 11 verdiyinə görə bir dəqiqə yazaram ki məsələn bu hissələrin sahələri bir-birlərinə bərabərdir, elə deyil. Bəli. 4-ün 11-ə olan nisbəti bərabərdir. Bizə BD-nin 12 verib də bizə. BD 12 isə, bura x isə, məsələn, bura olsun 12 minus x. X-in 12 minus x olan nisbətinə. Buradan x tapıram. X bərabər 3,2. Bura oldu 3,2, 90 dərəcədir. Bu da oldu 12-dən 3,2 çıxsa, bir dəqiqə. 12 çıx 3,2, 8,8. Əla, bura qədər bir problem yoxdur. O zaman Pifagora görə mən həmən bu YS məsafəsini tapa bilərəm. 3,2-ni vururam 3,2-yə. Bölmək yox. 3,2-ni vururam 3,2-yə. 16 çıxanda 5,76 eləyir. YS-nin payına 2,4 düşür. O zaman mən bu düzbucaqlı üçbucağın sahəsini taparam. SDYS-nin sahəsini tapmaq üçün 3,2-ni vuraram 2,4-ə bölərəm 2-yə. 3,2 vurulsun 2,4 bölünsün 2. 3,84. Bax bu oldu 3,84. Düzdürmü? Düzdür. Sonra nəyə tapa bilərəm burada mən? AC-nin uzunluğunu mənə veribmi? Yox, verməyib. Başqa nə var əlimdə? Bura bir S isə, bura bir S-dir. Bir dəqiqə. DC 4 verib. AB 11 verib. 11 verib. BD də 12 verib.
Bax, bu S-i tapa bilərəm amma mən. Düzbucaqlı üçbucaqda qonşusu 90 dərəcə. S, S, Y, B-ni tapsam, olacaq 2,4 vurulsun 8,8 bölünsün 2. 2,4'ü vururam 8,8'e bölürəm 2'ye. 10,56. Deməli bura 10,56-dırsa, bu da 10,56 olmalıdır. Bu da olsun hər hansı bir S olsun. O zaman qaydaya görə 10,56 vurulsun 10,56 bərabərdir. S vurulsun 3,84. Deməli 10,56-nı bölürəm 3,84-ə. Təzədən onda bir də vururam 10,56-ya. 10,56. 29,4. Buranı tapmış oldum 29,4. S də bərabər 29,4. O zaman bütün sahələri cəmləyərəm. Üzərinə gələrəm 3,84. Üzərinə gələrəm 10,56. Bir də üzərinə gələrəm 10,56 54. Ümumi S bərabər olmuş oldu 54. Doğru cavab olur 259. Y variantı. Çox qəşəng sual idi bu da. Davam edək 260-cı sual. Şəkildə yan tərəfi uzunluğu 12 və diagonalları qarşılıqlı perpendikulyar olan ABCD bərabər yan trapesiyası verilmişdir. DBC 15. Olarsa ABCD'nin sahəsini tapın. 15 ise 90 olduğuna göre, bərabər olduğuna göre 45 yaza bilərəm. Bu şəkildə. 45'in son 5 gəlində 60 dərəcə. Çünki burada 15 dərəcə eləyir. Deməli bu bucaq A bucağı oldu 60 dərəcə. Onda bura olacaq 30 dərəcə. 30 dərəcə bucaq qarşısı duran hipotenuzun yarısına bərabərdir. Hündürlüyümüz də oldu 6/3. Diagonallar qarşılıqlı perpendikulyarsa elə orta xəttimizdə 6/3-ə bərabərdir. Bərabər yanlı trapeziyada deyildik ki, diagonallar perpendikulyarsa orta xət ilə hündürlüyə bərabərdir. O zaman S də bərabər 6/3-ün kvadratı bərabər 108. Doğru cavab olur B variantı. 261-ci sual. Şəkildə verilmiş ABC düzbucaqlı trapeziyasına CD 9, deməli 21 perpendikulyarlıq verib 10-dursa, o zaman bunu bu şəkildə belə uzatsam, uzadıram. Uzatdım. Aha. 10 olduğuna görə 21-dirsə, bax bu uzunluq da 21 olduğuna. Bura x olacaq, bu uzunluq da 21 olacaq. Ona görə buranın payına məcbur 12 düşməlidir. Bu belə. İndi AY'nin uzunluğunu soruşur. Elə bizdən? Hə, x-in uzunluğunu soruşur. Bir hündürlüyü endirsəm, deyirəm. Bir dənə hündürlüyü tapım. Bura 9 olursa, bura neçə olurdu? 21'den 9 çıxanda bura oldu 12. Fikir verin, diqqətlə baxın. Diqqətlə baxın. O zaman 12. Bu da 20. Fikir verirsiniz bu düzbucaqlı üçbucağı. Görürsünüz burada. 20, 12 sonunda bu hündürlüyü 16 olur mu? Olur. Ona göre bunu sildim. Hündürlüyü tapdım. Tapdım. 16 olduğuna görə. İndi bu düzbucaqlı üçbucağa diqqətlə baxın. 16, 21. Pifagoruna gedərəm. 21'in kvadratı 441. Üzərinə gələrəm 256. Belə olmazmı? Hə, yox, bu ne yazdım ben bura? Aman tanrım. 12 ne yazmışam bura görəsən? 21 olmalı. 21, hə. Bu oldu 30. Düzdür, bu da 16. 30'un kvadratı 900. Üstünə gələrəm 256, 1156 edir. Mesela bu olsun, mesela K olsun. AK beraber kökün altında 1156, bundan da çıxır 34. 34'türsə bax bu uzunluq 34'tür da, elə deyil. Yarıya bölünəcək 17. 261 doğru cavab olur Y variantı. 262. ABC düzbucaqlı trapeziyasında AY BC'ye perpendikulyardır. Aha. Deməli bunu belə uzada bilsəm əgər, uzatsam. 16 12'dirsə bura olur 20. Düzdür. 12'nin olan nisbəti 1'in 4'e olan nisbəti olduğuna görə, yəni 12'ni 4'e bölüblər. 3 ise 20'ni 4'e bölsəm bu olacaq 5. Bu şəkildə. Sonra buradan bir hündürlüyü endirsəm əgər, hündürlük. Yox, endirməyim hələ ki. 25 bu olduğu üçün belə yerində qalsın. Belə yaza bilərəm. Deməli. Bax, buradan bir hündürlüyü endirib bu hündürlüyü tapmaq istəyirəm. Bunun hündürlüyünü tapsam, bir də bu da 90 dərəcədir. Bunun da hündürlüyü. Bu kiçik h olsun. Bu h1 olsun. Bu da olsun h2. h1 bərabər katetlərin hasili bölünsün hipotenüs. 3, 5'dirsə bura olur mu? 4 olur. Bəli. O zaman 3'ü vuraram 4'e bölərəm 5'e. 12 bölünsün 5 bərabər 2,4. Böyük h2 bərabər 16'nı vuraram 12'ye bölərəm 20'ye bərabərdir. 9,6 toplasam 11, 12. Bura oldu 12. Əla. X oturacağının uzunluğunu tapın. 20. Baxın indi diqqətlə baxın. Bu düzbucaqlı üçbucaqda olsun fikrimiz. Hipotenuz 20, katetlərindən biri 12, digər katet 16 olmalıdır. 16 olması üçün ikisinin də yerinə 11 yazmalıyıq. 262 doğru cavab olur B variantı. Davam edək. 263.
ABC trapesiyasında CD 6'dır, 10'dur. C'yi YB'ye bərabər. Yəni bura bir A-dırsa, bu da bir A-dır. ABC'nin sahəsi, ABCD'nin sahəsi 64 ise onda bunun sahəsi olmalıdır 32. Yarıya bölündü. 32 ise bu ikisinin sahəsi, sahələri də 32 olmalıdır. Yəni buradan əsas məqsədimiz bura olmalıdır. Görün nə edəcəm. Bunu belə uzadacağım bura, kəpənək. Fikir verin. Bura S1'dirsə, S-dirsə, məsəl üçün deyirəm. Dəqiqə. Burada olacaq 10. Çünki eyni, bax bunu, eyni aşağıdakı bu üç bucağı uzatdım bura. Gətirdim bura. O zaman 6, 10. Düzdür. Sonra yazaram ki, hündürlər eyni olduğuna görə sahələr nisbəti oturacaqlar nisbətinə bərabər. Bu olsun 6s, bu da olsun 10s. Ümumi 32 ise bu ikisinin cəmi 32'ye bərabər olmalıdır. 16s bərabər 32, s bərabər 2. Bizden de bax buranın sayısını soruşur. 10 vurulsun 2 bərabər 20. Çox gözəl sual idi. 263 doğru cavab olur. Y variantı. 64. Şəkildə verilmiş ABC düzbucaqlı trapesiyadır. CD bərabərdir DA-ya. Yəni bura A'dırsa, bura olmalıdır 2A. BC'nin uzunluğu 10'dur. 10'dursa orta xətti. 5 yarı bölünəcək. Bu açıq aydın görürük. KL 4'dür. KL 4'dürsə, o zaman bu da olsun X. X minus 2A'nı yarıya bölüp 4 alıblar. Orta xəttin diagonallar arasında qalan hissəsinin tapılması. Onda X tapsam 8 plus 2A. Bura oldu 8 plus 2A. Düzdür mü? Düzdür. Bunu endirsəm, bax belə. Bura olur 2A, bura olur 8. Hündürlüyü oldu 6. Pifagora göre buradan aldım. 6'dırsa deməli A nəyə bərabər oldu? Bax bura 3, bura 3, bura 6, bura 6, bura 8. Düzdür mü? Hamısını yazdım. Sahəsini soruşur. Sahəsi olacaq 14, 20, yarısı 10 vurulsun 6 bərabər 60. Doğru cavab olur 264. C variantı. Davam edək. Növbəti sual trapesiya aid 265-ci sual. Düzbucaqlı trapesiya iti bucağın tən böləni onun diagonalına bərabərdir. İti bucağın tən böləni onun diagonalıdır. Aha, bu alfa, alfa onda bu da alfa da orada o zaman burada bir bərabər yanlı üç bucaq əmələ gəldi. BC də 3 kökdür 3 olarsa o zaman hündürlük endirsəm, bax hündürlük. Bura oldu 3 kökdə 3, düzdür mü? 36'dan 27 çıxsam bura oldu 3. 3, 6. ADC bucağını soruşur. ADC. Bu 90 dərəcədirsə bu olacaq 30 dərəcə. 90, 30, 120. 265 doğru cavab olur. Y variantı. Davam edək. 266. ABC trapesiyasında AB paraleldir CD. Bir dəqiqə çəkək trapesiyamızı. A, B, C, D. A, B, C, D'ye paraleldir. A ve D bucaqların tən bölənləri Y nöqtəsində kəsişir. Aha. Y nöqtəsi ilə BC'nin F nöqtəsində birləşən düz xətt. Aha. Tən bölənlər burada kəsişir. Niyə mən bunu belə yazmadım? A, B, C, D daha yaxşı olsun deyə. Aha. BC'nin F nöqtəsini birləşdirən düz xətt. A və D-nin tən bölənləri. Bir dəqiqə. A, B, C, D. Tən bölənləri BC-nin F nöqtəsini birləşdirən düz xətt. Aha, düzdür. AB və CD-yə paralel. Deməli, bu tən bölənlər kəsişmə nöqtəsi 90 dərəcə bucaq əmələ gətirir və orta xəttin üzərinə gəlib düşür. AB 12, YF 9, CD 18 ise 30 yarısı 15 olmalı. Düzdür. Orta xəttim olmalıdır 15. O zaman 9 ise bunun payına 6 qalır. 6, 6. Düzbucaqlı düzbucaq təpəsindən çəkilmiş median xassəsinə görə o zaman AD'nin uzunluğu olur 12. Doğru cavab olur 266 C variantı. 267. Şəkildə verilmiş ABC trapesiyadır. BC 3 dənə YC-yə bərabərdir. YC'nin uzunluğu A'dırsa BC'nin uzunluğu 3 olmalıdır. BY'nin payına qalır 2A. AB'nin uzunluğu 2K'dırsa 2K. CD'nin uzunluğu 3K. 3K. Bunu belə bu şəkildə birləşdirsəm, bura S-dirsə, bura 2S, 2A, 2K olduğuna görə bu da olacaq 2S. ABCD'nin sayısı 124, 5S bərabər 120, S bərabərdir 24 alıram. DYS'nin sayısını soruşur 24, 267 doğru cavab olur. A variantı. 268. Şəkildə verilmiş ABC düzbucaqlı trapesiyadır. Bunlar birbirine bərabərdir. YDK x plus 10'dur. Y neçə? SDK. SDK x plus 10. Bax bura x plus 10 olsun. DYB, DY
B x plus 70. Bax, bura x plus 70-dirsə DYB düz yazıb mı? Əslində DYB olmalı deyil bura. AYD olmalıdır. AYD. 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 Bax, bura olmalıdır. Bax, bura x plus 70 olmalıdır. X plus 70 ise bunun payına düşür. 20 minus 8. 20 minus 8. Cəmləsəm 20 minus 8 üstə gələk. Buna bir alfa alfa desəm. 2 alfa üstə gələk. X plus 10 nəyə bərabər? 90 dərəcə. X'lər getdi. 2 alfa bərabərdir 60. Alfa da bərabər 30. YDF bucağını soruşur. 30 dərəcə. Doğru cavab olur. 268 C variantı. Bunu kitabınızda düzəldin. AYD bucağı olmalıdır. DYB yox. 269-cu sual. Deməli, ABC trapesiyadır. AB paraleldir CD-yə. AB 10 verib bizə. CB 4-dür. Bucaq isə 110 dərəcə. 110 dərəcəsi o zaman bunu deməli çəkə bilərəm. Amma ikisindən istəyirəm çəkim belə. Çünki 110-dursa niyə? Bura 6-dırsa 4-dürsə 6, bunun payına qaldı 4. 110-dursa bura olacaq 110, bura qalacaq 70. 70 isə bərabər yanlış bucaq əmələ gəldi. Təpə bucağı 70-dirsə 110 yarısına düşür. Deməli 55-55. Bu da oldu 70 dərəcə. 70-55, 125. 269 doğru cavab olur. D variantı. 270. Şəkildə verilmiş ABC trapesiyadır. CD AB-yə nədir? Paraleldir. Düzdür. BY 3 dənə YC-yə bərabərdir. Bax. BY-nin uzunluğu 3 dənə YC. Bura A-dırsa, bura olsun 3A. Olsun. Sonra deyək ki, D-yə 4 olarsa AB oturacağını. Bunu bu şəkil mən kəpənə 3 bucağı tamamlaya bilərəmmi? Tamamlayaram. Əgər A-nın 3-ə olan nisbətsə, bura 3-sə olunca bura olacaq 9. Bildinizə oxşarlıq. Kəpənə 3 bucağa görə, oxşarlığa görə gəldim ki, bura 9. İndi Pifagora baxın indi. Pifagora görə. Daha doğrusu əlavətən nisbətlər birinin 3-ə nisbətidirsə, əgər DY kəpənə 3 bucağa görə 4-dürsə, Y məsələn K olsun, olacaqmı 12? 3-ə vurdum. Bəli, 12. Bu düz bucaqlı 3 bucağın bir katiti 12-dir, digər katit 16-dır. Onda oturacaq, yəni hipotenuzu olurmu? 20 Pifagora görə. 9'u var, onda ikisi olacaq 11. Doğru cavab olur 270 Y variantı. 271. Şəkildə ABC trapesiyadır. Bucaq A 59 dərəcə, bucaq C 118 dərəcə, DC 3, BC 6. Olarsa ABC trapesiyanın sahəsi hansı aralıqda qiymət alır? 118 dərəcədirsə, bunu bu şəkildə bölsəm, bölüm. Bölməyim. Hündürlük endirim. Mənə hündürlük lazımdır. O zaman mən buradan H tapa bilərəm. Bura olsun X. Düzdür. 118-dirsə, əslində burada bir problem var ki, burada ABC trapesiyası bərabər yanlı olmalıdır. Bəli. Məsələdə nəsə qəribəlik var. Bilmirəm nə qəribəlik. Bax, bərabər yanlı olsaydı, otacağı iki bucaqlar bərabər olardı. Bu da olardı 59 dərəcə. Düzdür? 59. Buradan bir hündürlüyə endirəndə 118 ilə 59-un cəmi 180 etmir. 180 etməliydi. Yaxşı elə olmasın. Tamam, baxaq. Bura X olsun. 118 dərəcədirsə, 90 dərəcəni yazmışam. 118-dən 90 çıxın. Bir dəqiqə. 28. Bura olsun 28 dərəcə. 90-dırsa, 90-dan da 28 çıxanda qalır 62 dərəcə. Bu olsun 62 dərəcə. Düzdür, düzdür. Bura olsun 3 olsun. Əslində bərabər yanlı olmalıdır ki, mən bunu rahatlıqla həll edə bilim. Məsələn, mən buradan kosinus burada olsun H məsəl üçün. Kosinus mən 59 dərəcənin tapası olsam, yazaram X bölünsün neçə? Bərabər yanlı kimi götürürəm əslində. Bu məsələdə nəsə problem var həqiqətən. Bərabər yanlı kimi götürsək, bu qalır kosinus 59 bərabərdir. X bölü 6. Düzdür. Buradan X tapsam 6 vurulsun kosinus 59 dərəcə. Kosinus 59 dərəcənin təqribi qiymətini hesablayayım. Bir dəqiqə kalkülatordan istifadə edib bundan ötürü. Hesab makinesi. Aha. Kosinus 59. Təqribən 0 %52'dir. Onu da 6'ya vursam 3 tam 3 idi. Təqribi qiyməti 3 tam %9 olsun. X tapdım.
Buranı tapdım. 3 tam %9, 3 tam %9. Sonra mən burada sinus 59 dərəcəni tapsam, sinus 59 dərəcə bərabərdir. 3 tam %9'u bölərəm. H mənə lazımdır əslində. Sinus 59 bərabərdir. H bölü 6. H bölü 6. Buradan da H da bərabər 6 vurulsun sinus 59. İndi sinus 59'un qiymətini hesablayayım. Sinus 59 alır təqribi qiyməti 0,86. Vuraram neçəyə? 6'ya. Vuraram 6'ya. Təqribən 5 tam %14 qiymət almış oldu. Tapdıq. İndi bunun sahəsi S bərabərdir. Oturacaqlarına baxın diqqətlə. 3 tam %9'u vuraram 2'yə. Üstünə gələrəm 6. Yarsa orta xətt 12 tam %18 bölərəm 2'yə 6 tam %9. 6 tam %9'u vuraram. H neçədir? 5 tam %14. Vuraram 5 tam %14. 31 tam 13. 31 tam 13 qiymət alaram təqribi. Bu da hansı aralığa düşür? 30 və 32. 271 cavabı ilə E verib. Amma burada nəsə qəribəlik var. Çünki 118 və 59 bərabər yanlı söhbət olmalı idi burada. Çünki heç mən burada 118'den istifadə etmədim də. Elə 59'dan getdim. Buna baxmadım. Elə bir bu olmalı değildi daha. Necə deyim sizə? Bərabər yanlı verməlidir. 59 verməliydi. Bax bu şəkildə. 272-ci sual. ABCD bərabər yanlı trapezi verib bizə bu şəkildə. AC'nin uzunluğu 2/3. ABC'nin CD'nin sahəsi 3/3. CAB bərabər alfanın dərəcə ölçüsünü tapın. Gəlin baxaq. Trapeziyadır. Trapeziyadır. Orada yoxa çıxıb. Buradan digər diagonalı çəksək, bərabər yanlı olduğuna görə bura alfa alfatsa bura olsun 2 alfa. Diagonallar bərabərdir. Yəni D1 bərabər D2 bərabər 2 kökdə 3. Düzdürmü? Sahəsini tapsam S bərabər 2'də 1 D kvadratı. Yəni D1 vuraq D2. Vurulsun sinus 2 alfa yaza bilərəm. S neçədir bizdə? Sahə 3 kökdə 2. 3 kökdə 2 bərabərdir. 2'də 1 vurulsun. Diagonalım 2 kökdə 3 kvadratı 12 vurulsun sinus 2 alfa. Burada qaldı 6. Sinus 2 alfa da bərabərdir. Kök altda 2 bölünsün 2 almış oldum. Sinus 2 alfa nəyə? Deməli 2 alfa nəyə bərabərdir? 45 dərəcəyə. Alfa nəyə bərabər oldu? 22,5. 272 doğru cavab oldu. C variantı. 273. Şəkildə verilmiş ABC trapeziyadır. ABCD'yə paraleldir. SK'nın yerinə 3A yazsam, BK'nın yerinə yazaram 2A. Onda oxşarlığa görə 4 bu da olsun x. 3A'nın 2A'ya olan nisbət bərabər, x'in 4 olan nisbəti 2, x də bərabər 6. Bu oldu 6. Əla, tapıldı. AB 8, KB'nin sahəsi. KB'nin sahəsi 12'dirsə, o zaman oxşarlığa görə 12'nin DSK S1'ə S1 deyə nisbət bərabərdir. 6'nın 4'ə olan nisbətinin kvadratı. Yəni 2'də 3, yəni 6 bölü 4 kvadratları bunu kvadratı. 2'yə bölsəm 2'də 3'ün 4'də 9. 4'də 9 yaza bilərəm. 3'ə bölsəm 3, 4. S1 də bərabərdir. Alaram ki buradan 16 bölü 3. Bax buranın sahəsini 16 bölü 3 tapmış oldum. ABCD'nin sahəsini soruşurum. KDS'li ilə bir səhv tapdım. Bir də baxım. Sahəsi bir neçədir? KB'ye sahəsi 12 deyil. 12'nin bu da olsun S olan nisbəti bərabərdir. 4'ün 6 olan nisbətinin kvadratı. Düzdür. Məncə düzdür. Çünki oxşarlıq əmsalı neçədir bizdə? Oxşarlıq əmsalı 2 bölü 3'dür da, elə deyil. 2 bölü 3. 9, 4. 3. Aha 27. Əla. S tapdım 27. Deyirəm də bu işdə bir nəsə qəribəlik var. Bu belə. Sonra SD'yi. Trapeziya hündürlüyünə baxmalıyam da, mən elə deyil. B'nin uzunluğu 4'dür. O zaman yaza bilərəmmi? CD B'ni vuraram H'a. B'nin uzunluğu 4'dür, elə deyilmi? Deməli bu trapez bunların hər ikisinin hündürlüyü. Bax bu ikisinin yəni hər birinin hündürlüyü. Ümumilikdə trapeziyanın hündürlüyünü mənə verir. O zaman yazaram ki 6 vurulsun
H1 bölünsün 2 bərabərdir 27. Buradan H1 bərabərdir. Birbaşa yazdım vaxtımız getməsin deyə. Baxın, bu hündürlük çəkdim bax hər ikisindən. Baxın, bax bu buradan kör bucaqlı, buradan. Fikir verin. Bu olsun 3A falan artıq mənə lazım deyil. Bu olsun H1, bu olsun H2. 6 vuraq H1 kör bucaqlı bucağın hündürlüyüdür. Bölünsün 2 bərabər 27, H1 9, digərindən 4 vurulsun, H2 bölünsün 2 bərabər 12, H2 bərabər 6. Trapesiyanın ümumi hündürlüyü oldu 15. Orta xətti də 8-dən 6-nın cəminin yarısı 17, 15 7-yə vurdum 105, 273 doğru cavab olur D variantı. Davam edək. Növbəti sual trapesiyadır. 2AB bərabər 5CD. AB 4 dənə AY bərabərdir. Yəni AY'nin uzunluğu A olarsa AB'nin uzunluğu 4-ə, onda YB'nin payına düşür 3A. Buradan AB'nin yerinə 4A yazsam, CD'nin tapası olsam 8A bölünsün 5 olar. CDF'in sahələr nisbəti oxşarlıq əmsalı nisbətinin kvadratına bərabər olduğuna görə 8A bölək 5 bölünsün 3A'nın nəyə kvadratı? A'lar getdi. 8 bölək 15'in kvadratı 64 bölək 225. 274 doğru cavab olur A variantı. Davam edək 275-ci sual. Şəkildə verilmiş ABC düzbucaqlı trapesiyadır. AD'nin uzunluğu 10'dur. ABC'nin sahəsi 120'dir. C'ye B'ye bərabər. Yəni bura bir A'dırsa, burada bir A olarsa, o zaman uzatsam oxşarlığa görə bu şəkildə. Bu hissələr də bir-birinə bərabər. Məsələn, bura bir B-dirsə, burada bir B olacaq. Kəpənək bucağa görə bu şəkildə. Daha sonra sahəsi 120 isə SY B-yə bərabər olarsa AY-nin uzunluğunu tapın. AY, bax bu uzunluğu soruşur. Bu uzunluq da bu uzunluğa bərabər. Yəni bura bir x isə, burada bir x deyə bilərik. İndi bura bir y dedim, burada bir hər hansı bir B olsun. Düzbucaqlı trapezi olduğuna görə sahəsi 120'dir da. Elə oturacağı biri B'dir, biri Y-dir. Yarıya bölüb hündürlüyü 10 bərabər 120 yazsam 12, 5 ilə Y bərabər 24. Yəni bax bu uzunluq 24'dür. Bu uzunluq 24'dürsə Pifagora görə onda bu 2x olacaqmı? 26. X də bərabərdir 13. AY'nin uzunluğunu soruşur. 275 doğru cavab olur C variantı. 276. Şəkildə verilmiş ABC bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyadırsa bura olur 36. Onda bu da olacaq 36 dərəcə. 36 ilə 4 90 dərəcə oldu bu. ABCD'nin sahəsini tapın. 4'dür. Düzdürmü? Hani ABCD. ABC. Trapesiyanın sahəsini tapın deyir. Burada bilməliyik ki, bərabər yanlı trapezdə bax bu böyük hissə orta xəttə bərabərdir. Orta xəttdə oldu 6, hündürlüyü oldu 4, sahədə olacaq 24. Doğru cavab olur 276 C variantı. 277. Düzbucaqlı trapesiyadır. CD 2'dir. O zaman buranın sahəsi olacaq 6 3 dəfə 2'nin 6 yarısı 3. Sadəcə bunu verməyib. AB'ni 6 verib. SYB bucağın sahəsini tapın. Bu da olsun S. Ağlıma oxşarlıqdan başqa heç nə gəlmir. Bura alfa, bura beta olarsa deyirik ki, alfanın betanın cəmi 90 dərəcəyə bərabərdir. O zaman bura 90-dırsa, bura alfadırsa, bura məcbur beta, burada olmalıdır alfa, bu da olsun x. Oxşarlığa görə alfanın qarşısında 2, burada alfanın qarşısında x durur. Betanın qarşısında burada 3, burada betanın qarşısında 6 durur. 3x bərabər 12, x bərabər 4. Bundan 4 almış olduq. Bunun sahəsi olur 3, bunun sahəsi olur 6 dəfə 4'ün 24, yarısı 12. Düzdürmü? SYB nə soruşur bizdən? SYB bucağın sahəsini soruşur. Pifagora görə 3 2-dirsə taparam SYB 9. Buna sahələr lazım deyilmiş mənə. 9 kök altda 13. Bu da olacaq 36'ın sonuna 6 gələndə kök altda 52. Yəni 2 kök altda 13. O zaman 3 bucağın sahəsini tapsam kök altda 13 vurulsun 2 kök altda 13 bölünsün 2. 2'lər getdi bərabər 13. Doğru cavab olur 277 Y variantı. 278. Şəkildə verilmiş ABC bərabər yanlı trapesiyadır. 15 dərəcədirsə o zaman buradan bir hündürlüyü endirsək, bura bir 6'dırsa 15 75'də 75'də 4'də 1-nə bərabər olur hündürlük. Bir dəqiqə, hələ bu belə qalsın. ABC'ni tapın. BD'nin uzunluğunu 6 verib. Diagonal 6'dır. O zaman bunun hündürlüyü olacaq neçə? Bir dəqiqə, bunu nə edirəm ki mən? Sahən soruşmur, bəli. Bərabər yanlı olduğuna görə diagonalları bərabər 15 15 aralarındakı bucaq 30 dərəcə. S də bərabər 2'də 1 vurulsun D1, D2 vurulsun sinus 30 dərəcə. 2'də 1 vuraq 6 vurulsun 6 vurulsun 2'də 1. O da bərabərdir 9. Doğru cavab olur 278 A variantı. Bu kimdirsə səhv yol gedib. 279. Şəkildə verilmiş ABC trapesiyasında DAB bucağı ABC bucağına bərabərdir. ABC 60 dərəcə, 60 60. Deməli hündürlüyü endirsəm,
Bura olacaq 60 bir dəqiqə. 60 dərəcədirsə bura olacaq 30 dərəcə. Düzdürmü? Hə. Qoy qıraqdan yazaq. A bucağı B bucağına bərabər 60. AB 4, CD 2 olarsa AC'nin uzunluğunu tapın. Deməli bir hündürlük buradan indirim. Bir dənə də buradan belə bir hündürlük indirim. Bərabər yandı? Xeyr, deyil. 60. Bura oldu 2 daha doğrusu. Bura x-dirsə, buranın payına düşəcək 2 minus x. Bax belə. Çünki buranda bir 2 yazaq. 60 dərəcədirsə bura olacaq 30 dərəcə. 30 dərəcə bucaq qarşısında olan katet hipotenuzun yarısına bərabərdir. Deməli bura olacaq 4 minus 2x. Bura olacaq, 30 dərəcə bucaq 60 dərəcə bucaq qarşısında olan katet 30-un kök üçünə bərabər. Kök 3 vurulsun 2 minus x olacaq. Onda bu hissə də həm də bura aid, düzdürmü? Bu da 60-dır. Bu da olacaq 30 dərəcə. Yəni belə deyim. 30-un qarşısındakı x-dirsə, x-in kök 3 misli olmalıdır. X kök altında 3 bərabərdir. 2 kök altında 3 minus x kök altında 3. Bir tərəfə keçirsəm 2 kök altında 3 bərabər 2 kök altında 3. X də bərabər 1 alıram. X'in uzunluğunu 1 tapdım. X 1-dirsə bu uzunluq oldu 3. Ümumi uzunluq oldu 3. Bu uzunluq oldu kök altında 3. 12 9 3 2 kök altında 3. Doğru cavab olur 279 C variantı. Sonra 280. Şəkildə verilmiş ABC trapezi DB diaqonalı B bucağının tam böləndir. Yəni bura bir alfa alfatsa bu da bir alfa olacaq. Bu zaman bura olacaq 5. BD'nin uzunluğu 8 olarsa AD'nin uzunluğunu tapın. AD'nin uzunluğunu tapaq. Alfa alfa. Deməli necə eləyə bilərik? Hani o kimi soruşur? Aha AD. Bax bu uzunluq soruşur. Hissə isə addım-addım həll etməyə başlayaq. Deməli, diqqətlə baxaq. ABD düzbucaqlı üçbucağında mən buradan kosinus alfanı tapa bilərəm. Kosinus alfa, bura bir x deyirəm. Kosinus alfanın yerinə yazıram ki, kosinus alfa bərabərdir. Bitişiyin hipotenuza 8 bölü x. Bu da dursun yerində. Buradan mən x tapsam, olacaq 8 bölünsün kosinus alfa. Bu olsun 8 bölü kosinus alfa. AB tərəfini tapdım. Sonra kosinuslar teoreminə görə, bax buradan kosinuslar teoreminə görə yazsam. Bu üç bucağa baxaq. Kosinus. Buradan bir alfa bucağı deyək də bu kosinus bucaq üçün. BD'nin kvadratı, yəni 8'in kvadratı 64 bərabərdir. 25 üstə gələk 25 minus 2 vurulsun, 5 vurulsun, 5 vurulsun. Bu da, əgər bura 2 alfadırsa, bura 180 minus 2 alfa olacaq. Kosinus 180 minus 2 alfa. Bu da 180 olduğuna görə adını dəyişmir. İkinci cürüb işarəsi mənfi, sadəcə kosinus 2 alfa qaldı. Bax belə. Hesablasam buradan nə alıram? Kosinus 2 alfanı birbaşa hesablasam alıram ki 14 bölü 50, 7 bölünsün 25. Kosinus 2 alfanı tapmış olduq. Kosinus 2 alfanın yerinə yaza bilərəmmi? 2 kosinus kvadrat alfa minus 1 bərabərdir 25'də 7. 2 kosinus kvadrat alfa bərabərdir 25'də 32. 2 də bölsəm oldu 16. O zaman kosinus alfa bərabər oldu 5'də 4, düzdür. O zaman x'i tapsam 8 bölünsün 5'də 4, 2 bərabər 10. Buranı tapmış oldum 10. 10, 8'sə onda Pifagora görə bura olacaq 6. Doğru cavab olur 280 C variantı. Gözəl sual idi. Belə. Hələ ki bu qədər. Video çox uzun olur. YouTube'a yüklənməsi problem yaradacaq. Əslində çox sual, trapez sual qalmayıb. Bir iki dənə sual qalıb. O da çox elə çətin deyil. Yaxşı, baxaq. ABC düzbucaqlı trapeziyasının ABC'də düzbucaqlı trapeziyasının baxın. Bu mənim düzbucaqlı trapeziyam, düzdür. A iti bucaq deyir. A, B, C, D. İti bucağın təm böləni BC tərəfini N nöqtəsinə kəsir. AB paralel CD-yə. Bir dəqiqə. O zaman AB, CD. Aha. A iti bucağın təm böləni BC tərəfini N nöqtəsinə kəsir. Kəsdi. Bura bir alfa, alfa. AD'nin uzunluğu 15, yan tərəf 15. CD'nin uzunluğu 5. Aha. Sonra AB 12. 12'dirsə, bura 5'dir, buranın payına düşür 7. 225'dən də 49 çıxaram. Görüm necə düşür, 225 çıxır 49. 176 amma qəşəng cavab vermir. Eyb yox, N nöqtəsinə kəsmiş də, bu N. Düzdür. Məndən soruşur, NC-nin NB olan nisbətini tapın.
Buradan eybi yoxdur. DH hündürlüyünü tapım. Çirkin rəqəmdə çıxsa DH bərabərdir. Yəni bu da həm də CB-yə bərabərdir. Elə deyil, düzbucaqlı trapesiyadır. 176 4-ə bölünür məncə bu. 2 kökdə 44, hətta 4 kökdə 11, 4 kök altında 11 almış oldum. Daha sonra indi baxaq. Təqribi qiymətlə gedə bilərəm mən burada. Baxım görün məsələnin şərtində problem yoxdur. Təmbərin olduğuna görə 15K, 7K kimi yazsam, buradan 7, 5, 7 paraleldə axı bu DH CB-yə. Belə yaza bilərəmmi? Baxın necə. Bir dəqiqə. Ümumilikdə 22K oldu. Düzdür, 22K. Çünki bunu belə fikirləşirəm. 7-nin 12 olan nisbəti 7K-nın BN olan nisbəti. 7-lər getdi, BN bərabər olacaq 12K. Bura əgər 12K-dırsa, bunun payına düşəcək 10K. Çünki ümumilikdə 22K olmalıdır. NC-nin uzunluğu oldu 10K, MB-nin uzunluğu 12K. K-lar getdi 5/6. Doğru cavab olur. C variantı. Sonra trapezi sualı var mı burada? Burada hələ ki yoxdur. Kvadratdır, kvadrat, 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 düzbucaqlı, kvadrat. Bitdi. Belə. Bütün trapezi suallarının izahını verdim. Hər birinizə uğurlar arzu edirəm. Diqqətinizə görə sağ olun. Avqust ayının 1-10 arası deməli bizim mega və sertifikasiyaya hazırlıq qruplarımız artıq fəaliyyətə başlayacaqdır. Daxil olmaq üçün, qruplarımıza qoşulmaq üçün 055 366 93 96 WhatsApp nömrəsinə yaza bilərsiniz. Diqqətinizə görə sağ olun.